Salam müəllimlər, bugünkü mövzumuz 2026-cı ilin çərçivə sənədinə əsasən planlaşdırma mövzusu olacaq. Deməli, məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin səmərəli təşkili üçün düzgün planlaşdırmadan başlamaq lazımdır. Baxın, işin təşkili üçün düzgün planlaşdırmadan başlamaq lazımdır. Və planlaşdırma özü nədir? Planlaşdırma təlim fəaliyyətlərinin əvvəlcədən məqsədli şəkildə təşkil olunması və layihələndirilməsidir. Və pedaqoji baxımdan da planlaşdırma təlim prosesini sistemli və ardıcıl etmiş olur. Uşaqların yaş və inkişaf səviyyəsini nəzərə almış olur. Müəllimin fəaliyyətini məqsədyönlü və nəticəyönümlü etmiş olur. İndi açıq havada oyunlar uşaqların yaş və inkişaf xüsusiyyətlərinə uyğun şəkildə planlaşdırılır. Burada hansı yaşlar var? 1-2 yaş qrupu, 3-4 yaş qrupu, 4-5 yaş qrupu. İndi deməli, baxacağıq 1-2 yaş qrupuna. 1-2 yaş qrupuna baxmazdan əvvəl qeyd edim ki, açıq hava fəaliyyətləri uşaqlarda həm fiziki inkişafı, həm idraki bacarıqları, həm də sosial münasibətləri inkişaf etdirmiş olur. İndi 1-2 yaşda görək nə qeyd edilibdir. Sadə sensor fəaliyyətlər, məsələn, yarpaqlara toxunma, su ilə oynamaq tövsiyə olunur. Çünki bu, motor bacarıqların və idrakin inkişafını dəstəkləyir. Bəli, bu yaşda uşaqlarda əsasən sensor və motor inkişaf bacarıqları formalaşır. Məsələn, qumla oynamaq, dedik ki, su ilə oynamaq, yarpağa toxunmaq və əsasən sensor fəaliyyətlər uşaqlarda hiss orqanlarının inkişafını, motor koordinasiyasını gücləndirmiş olur. Məsələn, inteqrasiya nümunələri ilə əlaqələndirsək, deyirik ki, əl hərəkətləri məsələn fiziki inkişafla bağlıdır və yaxud yarpağın formasını tanıyırsa uşaq idrakla bağlıdır və yaxud yumşaq, sarı, yaşıl sözlərini deyə bilirsə nitqin inkişafı ilə bağlıdır. Sonra gəlir 3-4 yaş qrupu. Bu yaş qrupunda sosial oyunlar, məsələn, təbiətdə zibil toplama, qrup gəzintiləri uyğundur. Bu fəaliyyətlər məsuliyyət hissi və əməkdaşlığı inkişaf etdirmiş olur. Bəli, sosial münasibətləri və əməkdaşlıq bacarıqları bu yaş dövründə formalaşmağa başlayır. Məsələn, birlikdə yarpaq toplaya bilər uşaqlar, qrup gəzintiləri təşkil edə bilər, dedik ki, təbiətdə zibil toplama oyunları yerinə yetirə bilərlər. Və sosial oyunlar uşaqlarda hansı bacarıqları inkişaf etdirir? Məsuliyyət hissini inkişaf etdirmiş olur, əməkdaşlıq bacarıqlarını inkişaf etdirir, sosial ünsiyyət bacarıqlarını inkişaf etdirir. Məsələn, nümunə deyək, məsələn, təbiəti qoruyaq. İdrakin inkişafı ilə əlaqələndirsək, təbiət haqqında məsələn uşaqların məlumat verməsi. Əgər birlikdə uşaqlar işləyirsə, sosial inkişaf. Hələ ki, fəaliyyət nümayiş etdirirlərsə, fiziki inkişaf. Gəlir 4-5 yaş qrupu. Mürəkkəb tapşırıqlar planlaşdırın. Bu da idraki və ekoloji tərbiyəni gücləndirir. Məsələn, təbiətdə ov və ya daşlarla sayma oyunu. Dedik ki, idrak və məntiqi düşünmə bacarıqları inkişaf etmiş olur. Məsələn, təbiətdə xəzinə axtarma oyunu, yarpaqları ölçüyə görə sıralamaq oyunu, daşlarla saymaq oyunu və s. Əsasən bu tip fəaliyyətlər uşaqlarda hansı bacarığı formalaşdırır? Riyazi düşünməni, problem həll etmə bacarıqlarını, müşahidə etmə bacarıqlarını. Məsələn, inteqrasiya nümunəsi edək. Daşlarla sayaq oyunu götürək elə. Deyək ki, sayırsa riyazi inkişaf, təbiət obyektlərini tanıyırsa idrak, hələ ki fəaliyyət nümayiş etdirirsə fiziki inkişaf. Bu da oldu bizim yaşlar üzrə xüsusiyyətlərimiz. İndi baxacağıq planlaşdırmaya. Bildiyimiz kimi, məktəbəqədər təhsil müəssisəsində planlaşdırmanın 2 növü var. İllik perspektiv, cari həftəlik. Əsasən bunların tərifinə diqqət etmək lazımdır. İllik planlaşdırma standartların reallaşması məqsədi ilə inkişaf sahələrinə əsasən hər yaş qrupu üzrə aparılır. Məktəbəqədər təhsil proqramının əsas istiqamətlərinə uyğun olaraq müəyyən edilmiş həmin sahələrin planlaşdırılmasında inteqrativlik, yəni əlaqələndirmə prinsipi gözlənilir. Və illik planlaşdırma dedik ki, inkişaf sahələrinə əsasən hazırlanır və bütün tədris ilini, yəni 1 yaş üzrə bütün tədris ilini əhatə etmiş olur. Perspektiv planlaşdırma müxtəlif yaş qrupuna, uşaqların ehtiyacına uyğun olaraq işin əsas mərhələlərini nəzərdə tutmağa icazə verir. Məktəbəqədər təhsil müəssisələrində işin planlaşdırılması
uşaqların təlim-tərbiyə prosesinə təşkilati bir xarakter daşıyır. Tərbiyəçi müəllim işini daha mənalı və nəticəli edir. İndi baxaq görək, perspektiv planlaşdırmada tərbiyəçiyə verilən hansı bacarıqlar var? 5 vacib bacarıq var. Birinci, inkişaf sahələri və məzmun standartlarına əsasən dəqiqləşdirmələr aparmaq, hansı məşğələdə hansı standartların reallaşdırılacağını müəyyən etmək, mövzuların ardıcıllığını müəyyən etmək, inteqrasiya imkanlarını müəyyən etmək, əlavə resurslar seçmək, mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaq. Bir də tövsiyələr var. Tövsiyələr baxın, cümlənin sonuna diqqət etsəniz, bacarıqla tövsiyəni ayırd edə bilərsiniz. Standart qrupuna əlavə standart daxil edilə bilər. Mövzu dəyişə və artırıla bilər. İnteqrasiya üçün əlavə imkanlar müəyyən edilə bilər. Əlavə resurslar seçilə bilər. Bu da oldu bizim tövsiyələrimiz. İndi planlaşdırmanın sxeminə baxacağıq. Birinci gəlir standart, məşğələ, mövzu, inteqrasiya, resurs və tarix. Sonra cari və həftəlik planlaşdırma. Həftəlik planlaşdırma alt standartların həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı məşğələlər və məşğələdənkənar fəaliyyət sahələrini üzrə aparılır. Məsələn, gəzinti olsun, oyun olsun, əyləncə, sağlamlaşdırıcı tədbirlər. Cari planlaşdırma aparılarkən məşğələnin mərhələlərinə diqqət edilir. Hansılar idi? Motivasiya, dərk etmə, tətbiq etmə. Cari planlaşdırma aparılarkən tərbiyəçi müəllimin ilk işi mövzunun standarta uyğunluğunu müəyyən edir. Artıq standartı müəyyən edərkən ona uyğun şəkildə bir mövzu seçilir. Artıq standart və öyrənilən mövzuya uyğun məqsəd tərbiyəçi müəllim tərəfindən deyil, uşağa yönəlik olmalıdır. Yəni bir sözlə müəllim yönümlü yanaşmadan istifadə edilmir, uşaq yönümlü yanaşmadan istifadə edilir. Əgər tərbiyəçi müəllim məşğələnin məqsədini uşağın maraqları üzərində qurarsa, uğurlu və nəticə yönümlü təlim təşkil edə bilər. Uşağı təlimə cəlb etməyin yolu mövzuya, məqsədə uyğun fəal forma üsullardan istifadə etməkdir. Yəni iş forması və iş üsullarından istifadə etmək. İndi cari planlaşdırmanın sxeminə baxaq. Standart, mövzu, məqsəd, inteqrasiya, iş forma, iş üsulu, resurslar. Gələk indi planlaşdırmada inteqrasiya mövzusuna. Məktəbəqədər təhsildə təlimin planlaşdırılması və təşkilində əsas prinsiplərdən biri də inteqrasiyadır. Çünki inteqrasiya mövzuları inkişaf sahələrini bir-biri ilə əlaqələndirir. Bütöv bölünməz bir effekt vermək üçündür. Mövzular bir-biri ilə bağlanmış olur. Ona görə də inteqrasiyanın iki növü var. İnkişaf sahəsi daxilində, inkişaf sahələri arasında artıq şaquli üfüqi inteqrasiya demirik, bu formada deyəcəyik. İnkişaf sahəsi daxilində inteqrasiya nədir? İnteqrasiya eyni inkişaf sahəsinin, yəni bir inkişaf sahəsinin müxtəlif alt sahələrini birləşdirəcək. Məsələn, idrakin inkişafını götürəcəyik, nitq inkişafı mövzusu ilə ətraf aləmlə tanışlıq, məntiqi təfəkkür mövzularını əlaqələndirəcəyik. Sadəcə idrakin inkişafı ilə əlaqələndirdik. Yəni bir inkişafda bir neçə mövzunu birləşdirdik. Məsələn, uşaqlar heyvanlar haqqında danışdı, nitq, yaşadıkları yerləri öyrəndi, ətraf aləmlə tanışlıq. Nümunə veriblər ki, meyvələr mövzusu idrakin inkişafı sahəsi. Məsələn, uşaqlar meyvələrin adlarını öyrənir, nitqlə bağlıdır. Harada bitdiyini araşdırır, ətraf aləmlə bağlıdır. Sayma bacarığı məntiqi riyazi təfəkkürlə bağlıdır. Məsələn, 3 alma var, 2 armud. Əhəmiyyət nə oldu? Eyni inkişaf sahəsində, yəni bir inkişaf sahəsində mövzular bir-birini tamamlasın və uşağın bilikləri daha da dərinləşsin. Sonra gəlir inkişaf sahələri arasında inteqrasiya. Artıq burada fərqli inkişaf sahələri birləşdiriləcək, daha çox şaxəli etmək üçün təlimimizi. Məsələn, estetik yaradıcı inkişaf sahəsini götürür, rəsm çəkmək. Həm təsviri fəaliyyət var. Fiziki inkişafı götürürük, əl hərəkətləri. İdraki götürürük, rəngləri tanıma. Görürsünüz, 3 inkişaf sahəsindən danışdı. Rəsm çəkərkən həm əl bacarıqları inkişaf etdi, həm də rənglər haqqında uşaqlar öyrənmiş oldu. Daha sonra nümunə.
Meyvələr mövzusu estetik yaradıcı inkişaf sahəsi. Meyvələrin rəsmini çəkirlər. Rəsm çəkərkən uşaqlarda kiçik motorika bacarıqları inkişaf edir, fiziki inkişaf. Karandaşları digər uşaqlarla bölüşür, əməkdaşlıq edir, sosial, emosional inkişaf. Əhəmiyyət nə oldu? Uşaqlar bir fəaliyyət vasitəsilə artıq müxtəlif inkişaf sahələri üzrə formalaşdırdı bildiklərini. İndi gələcəyi planlaşdırmada ardıcıllıq prinsipini. Deməli, birinci psixoloji ardıcıllıqdır, ikinci məntiqi, üçüncü xronoloji ardıcıllıq. Psixoloji ardıcıllıq mövzuların sadədən mürəkkəbə doğru inkişafıdır. Baxın, uşağın inkişaf səviyyəsinə uyğun şəkildə tədricən, getdikcə mövzuların çətinləşməsidir. Məsələn, uşaqların hazırki bilik bacarıqlarına uyğun olaraq mövzu sadədən başladı, getdikcə mürəkkəbləşdi. Əvvəl sadə rəsmlər çəkməyi öyrəndilər, daha sonra mürəkkəb şəkillərə keçdilər. Əvvəl xətti, dairəni çəkdilər, daha sonra ev və yaxud deyək ki, məsələn, ağac rəsmi çəkdilər. Əhəmiyyət nə oldu? Uşaqlar öz inkişaf səviyyələrinə uyğun bacarığı mənimsəyir və uşaqlar psixoloji baxımından özlərinə inamlı olurlar. Nailiyyət əldə etmələri uşaqlarda öyrənməni və araşdırma motivasiyasını artırmış olur. Gəlir məntiqi ardıcıllıq. Ümumidən xüsusiyə mənim Piaget nəzəriyyəsində ağlıma gəlir formal əməli mərhələ. Ümumidən xüsusiyə deduktiv düşünmə. Və bu da həmin prinsipə əsasən müəyyən edilmişdir. Mövzular bir-birini tamamlamalıdır. Məntiqi şəkildə bir-birinə bağlanmalıdır. Əvvəl ümumi bilik, ümumi bacarıqlar uşaqlara öyrədilir, daha sonra isə xüsusi detallara keçirilir. Məsələn, əvvəl təbiəti, daha sonra uşağa meşəni öyrədirəm, daha sonra isə meyvəli ağacları öyrədirəm. Baxın, təbiət haqqında ümumi danışdım. Sonra həmişəyaşıl, meyvəli meşələri uşaqlara tapma oyunu həyata keçirdim. Əhəmiyyət nə oldu? Mövzular əlaqəli əgər öyrədilərsə, uşaqlarda dünya görüşü bacarığı, intuitiv olaraq bütöv, əlaqəli düşünmə bacarıqları inkişaf etmiş olacaq. Gəlir sonuncu xronoloji ardıcıllıq. Zamana uyğunluqdur. Əsasən bu üsul uşaqlara real həyatı öyrənməklə əlaqələndirməyə kömək etmiş olur. Mövzular zamana, mövsümə uyğun seçilir ki, uşaqlar üçün daha maraqlı olsun. Məsələn, payızda payız yarpaqları mövzusu, qışda qar dənələri mövzusu, payızda yarpaqlar, qışda qar, yazda çiçəklər. Görürsünüz, bir-birinə uyğundur. Əhəmiyyəti nə oldu? Uşaqlar ətrafda gördükləri hadisələrlə mövzuları əlaqələndirir. Bu da uşaqlara daha maraqlı və yadda qalan olmuş olur. Bu da oldu bizim ardıcıllıqlarımız. Ümumiyyətlə planlaşdırmanı qısaca qeyd etsək, planlaşdırma məktəbə qədər təhsildə təlim prosesinin səmərəli, sistemli, məqsədyönlü təşkil üçün əsas şərtlərdən biridir. Və biz əgər düzgün planlaşdırmadan istifadə etsək, uşaqların inkişaf səviyyəsini nəzərə alsaq, inteqrasiyanı təmin etsək, ardıcıllığı qorusaq, təlimi daha maraqlı, effektiv etsək, təbii ki, uşaq da yaxşı öyrənmə imkanına sahib olacaq. Və planlaşdırma uşaqların bilik, bacarıq, sosial keyfiyyətlərin inkişafına xidmət edən vacib pedaqoji proseslərdən biri sayılmış olur. Bu qədər müəllimlər, inşallah izahım yararlı olar.